1, 2, 3. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə orta ixtisas təhsil müəssisələrində həyatla oyun tamaşası nümayiş olundu. Tamaşanın təqdim olunmasında əsas məqsəd gəncləri maarifləndirmək, onları pis əməllərdən kənarlaşdırmaqdır. Bakı Uşaq Teatrının aktyorlarının ifasında biz bunu təqdim edirik. Biz bunu artıq Gənclər İdman Nazirliyinin yardımı ilə, köməyi ilə, təşkilatçılığı ilə təxminən bir 60-a yaxın yerlərdə oynamışıq, yəni rayonlarda, sonra ali təhsil müəssisələrində, universitetlərdə və indi də biz artıq kolleclərdə başlamışıq oynamağa. Bu gün artıq start verilib, qarşımızda 10 kollec dayanır, yəni bir növbə gözləyirlər. Tamaşada QİÇS xəstəliyinin insan həyatında yaratdığı fəsadlar müxtəlif obrazlarda öz əksini tapmışdı. Məlumdur ki, bu xəstəliyə yoluxan hər bir kəsin sonu ölümdür. Bu səhnə əsərinin sonu da elə məhz bu cür bitir. Nəticədə QİÇS-ə, narkomaniyaya yoluxmuş gənclər ölümə məhkum olur. Sözümüz gənclərədir. İmkan tapan kimi mütləq həyatla oyun tamaşasına baxın. Əvvəldə qeyd etdiyim xəstəliklər barəsində xeyli məlumat toplayacaqsınız. Həm də aktyor oyunundan zövq alacaqsınız.